Salam, hər vaxtınız xeyir olsun. Demək, bugün sizə statikadan analitik üsulla və həndəsi üsulla bir sistemi necə həll etmək olar, onu göstərəcəm. Demək, gördüyünüz kimi bizim sistemimiz 3 ipdən ibarətdir ki, onlar bir nöqtədə K nöqtəsində kəsişirlər. Demək, bir ipimiz AK ipi, digəri BK ipidir, digəri isə KM ipidir. Gördüyümüz kimi KM ipi şaquli istiqamətdə aşağıya doğru asılıb və həmin M ucundan 50 kiloqramlıq bir yük asılmışdır. Eyni zamanda görürük ki, BK ipi isə B nöqtəsindən bir divara bərkid edib, K nöqtəsindən isə səthlə 60 dərəcəlik bucaq altında tətbiq olunub. AK elementinə də baxsaq görərik ki, AK ipi A nöqtəsindən divara bərkid edib və K nöqtəsi ilə səth arasında belə deyək, üfüqi ox arasında qalan bucaq isə 30 dərəcədir. Bunlar bizə şərtdə verilib və bizdən isə məsələnin şərtində BK və AK ipinin daxili qüvvəsini tapması istənilir. Əlbəttə ki, BK və AK ipinin daxili qüvvəsini tapmaq əsasən burada tətbiq olunmuş xarici yük olan 50 kiloqram yükə görə hesablanacaqdır. Yəni, belə deyək, sadə dildə izah etsək, bu məsələ bizdən onu istəyir ki, əgər bu iplər K nöqtəsində kəsişirsə və K nöqtəsindən şaquli istiqamətdə aşağıya doğru 50 kiloqram yük asılmışdırsa, o zaman divara bərk edilmiş AK və BK iplərinin daxili qüvvələri nə qədər olmalıdır ki, 50 kiloqramlıq yükü daşıya bilsinlər. Bunun üçün iki üsul mövcuddur. Biri həndəsi üsuldur, digəri isə analitik üsuldur. Mən hər iki üsulla hesablamanı sizə göstərəcəm. İlk növbədə həndəsi üsulla hesablamanı göstərməyə çalışacağım. Demək ki, bura qeyd eləyək. Həndəsi üsul. Aşağıdan isə həndəsi üsulun həldən yazacağım buranı. Həndəsi üsul. Biz demişik ki, həndəsi üsulla tətbiq etdiyimiz zaman qüvvələr üçbucaqlısı qurmalıyıq və qüvvələr üçbucaqlısına əsasən də biz daxili qüvvələrimizi tapacağıq. İlk növbədə biz sistemimizə baxaq. Görürük ki, sistemimizdə BK ipi və onun daxili qüvvəsini tapmalıyıq. Biz demişik ki, iplər həmişə, iplərdə dartıcı qüvvələr yaranır. Yəni, mərkəzdən, kəsişmə nöqtəsindən əks istiqamətdə dartıcı qüvvələr yaranır. Yəni, BK ipinin dartıcı qüvvəsi bu istiqamətdə olacaq. BK ipinə biz, belə deyək, SB daxili qüvvəsini SB adlandırsaq, AK-da isə demişik ki, yenə kəsişmədən əks istiqamətdə daxili qüvvə yaranır. O zaman burada da bir daxili qüvvə çəksə əks istiqamətdə, bu daxili qüvvənin də adı olsa SA daxili qüvvəsi və bizdən, belə deyək, məsələnin şərtində SA və SB-nin dəyəri, qiyməti istənilir və biz görürük ki, buradan da bir KM ipindən də bir 50 kiloqramlıq yük asılıb və bu aşağıya doğru ipi 50 kiloqram yük çəkdiyinə görə, deməli, bu ipin də dartıcı qüvvəsi aşağı istiqamətdə olacaqdır və bu dartıcı qüvvənin də qiyməti nə qədər olacaqdır? 50 kiloqram. Kiloqramı da Newtona çevirdikdə nə qədər eləyir? 500 Newton edir. Yəni, bizə bu şaqili qüvvə, aşağı istiqamətdə olan şaqili qüvvənin qiyməti məlumdur. Bu qüvvəyə əsasən və verilmiş bucaqlara əsasən SA və SB-ni tapacağıq həndəsi üsulundan. Demək, ilk növbədə həndəsi üsulda biz üç bucağımızı yaradaq. İlk növbədə şaqili aşağı istiqamətdə olan qüvvəni çəkirik. Bu bizim 500 Newtonluq qüvvəmizdir. Daha sonra biz SB qüvvəsini çəkirik. İstiqamət bu tərəfədir. SB və bir də ki, üçbucaq yaradılması üçün buradan da SA qüvvəsini çəkmiş olur. Beləliklə bizim qüvvələr üçbucaqlısı belə deyək,
hazırdır və biz hazırda bu üçbucağın daxilindəki bucaqları tapmalıyıq. Nə qədərdir? Bunları hesablamalıyıq. Bunları hesablamaq üçün də biz baxırıq bizim mövcud sistemimizə. Görürük ki, mövcud sistemimizdə biz artıq bilirik ki, qüvvələri öz təsir xətti boyunca sürüşdürmək mümkündür. Əgər biz bu KM ipinin daxili qüvvəsini öz təsir xətti boyunca bu tərəfə sürüşdürsək, burada artıq 90 dərəcəlik bir bucaq əmələ gəlmiş olacaq. Onun 60 dərəcəsi bu hissədə yaranırsa, deməli burada da nə qədər olacaq? 30 dərəcə olmuş olacaq. O zaman deyə bilərik ki, bu KM çubuğunun daxili qüvvəsidir. Bu isə bu KM çubuğunun daxili qüvvəsidir. Bu isə KB çubuğunun daxili qüvvəsidir. Bu da SB-dir. Deməli, burada yaranmış bucaq, burada yaranmış bucağa bərabər olacaqdır. Yəni, bura 30 dərəcə olmuş olacaq. İndi isə biz baxırıq SA ilə bu KM daxili qüvvəsinin arasındakı bucaq nə qədərdir ona baxaq. Yenə eyni qayda ilə KM daxili qüvvəsini nəzəri olaraq bu hissəyə götürsək, görərik ki, burada bir 90 dərəcəlik bucaq əmələ gəlir. Bunun 30 dərəcəsi bu hissədədirsə, bu hissəsi nə qədər olur? 60 dərəcə. O zaman görə bilərik ki, doğrudan da SA ilə KM daxili qüvvəsinin arasındakı bucaq 60 dərəcə olmuş olacaq. O zaman deyə bilərik ki, SA ilə SB nədir? 90 dərəcə bucaq altında kəsişmişdir. Eyni zamanda onun 90 dərəcə bucaq altında kəsişməyini də buradan görə bilərik. Bütün, belə deyək, biz bu açıq bucağı bilirik ki, nə qədərdir? 180 dərəcədir. 180 dərəcədən 30-u 60-ı çıxanda, demək bu hissə qalır 90 dərəcə. SA ilə SB-nin arasındakı bucaq 90 dərəcə olmuş olacaq. Beləliklə biz qüvvələr bucaqlısını yatdıq və daxili bucaqları tapdıq və bu SA və SB qüvvələrini, daxili qüvvələrini sinuslar teoremi ilə tapa bilərik. Sinuslar teoremimiz nədir? Qüvvə bölünsün qarşıdakı bucağın sinusuna nisbəti. Yəni, SA-nın qarşısındakı bucaq 30 dərəcədir. Sinus 30-a nisbəti bərabərdir. SB-nin qarşısındakı bucaq 60 dərəcədir. Sinus 60-a nisbəti, o da bərabərdir. 500 Newtonun qarşısındakı bucaq nə qədərdir? 90 dərəcə sinus 90-a nisbəti. Və biz bu tənasübdən SA və SB-ni tapa bilərik. İlk növbədə bu tənasübü hesablayırıq. Bu tənasübdən SB-ni tapsaq, SB bərabərdir 500 vurulsun sinus 60 bölünsün sinus 90 dərəcə. Bu da bizə verəcək 433 Newton və daha sonra da biz bu hissədə artıq SB-ni bilirik, SA-nı tapa bilərik. SA bərabərdir SB vurulsun sinus 30 bölünsün sinus 60-a, bu da bərabərdir 250 Newton. Beləliklə biz həm SB daxili qüvvəsini, həm də SA daxili qüvvəsini tapmış olduq.